Ukrayna Müdafiə Qüvvələri Rusiyanın ən vacib müdafiə müəssisələrindən birində istehsalı dayandırıb. Tula şəhərindəki Akademik Şipunov adına cihaz qayırma konstruktor bürosu 3 gün ərzində 2 dəfə hücuma məruz qaldıqdan sonra fəaliyyətini dayandırıb. Bu barədə Rusiya müxalifət nəşri Astral məlumatlı mənbələrə istinadən xəbər verib. İlk hücum iyunun 18-də baş verib. O zaman 5 Ukrayna dronu zavoda daxil olub. Onlar elektrik yarımstansiyasının hazır məhsul anbarı olan bir neçə binanı və inzibati binanı vurublar. Zavodun ərazisində təxminən 400 kvadrat metr sahəni əhatə edən güclü yanğın baş verib. 2 gecə sonra iyunun 20-sində zavod yenidən vurulub. Bu dəfə Ukrayna dronu hazır məhsulların göndərilməsi üçün istifadə olunan angara düşüb. Binanın damı və divarları ciddi ziyan görüb. Təcili xidmət mənbələri bildirirlər ki, zavod hər iki hücumda ciddi ziyan görüb və fəaliyyətini dayandırmağa məcbur olub. Tula şəhərindəki Şipunov adına cihaz dizayn bürosu Rusiyanın müdafiə sənayesinin əsas müəssisələrindən biridir. O ordu, hərbi dəniz qüvvələri və hərbi hava qüvvələri üçün dəqiq silahlar hazırlayır. Zavod hava hücumundan müdafiə sistemləri, sürətli atəş açan toplar və kiçik silahlar, habelə bir sıra mülki məhsullar istehsal edir. Bu yaxınlarda Ukrayna dronları Rusiyada bir neçə hərbi hədəfi, o cümlədən Tambov barıt zavodunu vurub. Rusiyanın kiçik silahlar, artilleriya və raket sistemləri üçün barıt və partlayıcı maddələrin əsas istehsalçılarından biri olan zavod dron zərbəsindən sonra yanmışdı. Tambov obyekti 2023-cü ilin noyabrından bəri bir neçə dəfə hədəf alınıb və həmin il ona ABŞ sanksiyaları tətbiq edilib. Moskvadan cənub-şərqdə yerləşən Tambov vilayəti Ukraynadan yüzlərlə kilometr uzaqlıqda yerləşir və onunla birbaşa sərhədi yoxdur. Daha əvvəl pilotsuz uçuş aparatları Rusiyanın mərkəzi Ivanovo vilayətinin hava məkanına Moskvadan cənubda yerləşən Kineşma yaxınlığındakı Dmitriyevski kimyazar oduna zərbə indirərək bir və cüt-cüt gəlmişdi. Ukrayna dronları demək olar ki, Ural dağlarına qədər Rusiyanın Tatarstan bölgəsinə regional paytaxt Yelabuğadakı dron zavoduna zərbə endirmək üçün uçmuşdu. Bu müharibədə Ukraynalıların indiyə qədər həyata keçirdiyi ən uzaq məsafəli zərbələrdən biri idi. Kiyevin nəzarətində olan ən yaxın ərazidən təxminən 1150 kilometr. Hədəf 2023-cü ildə İranda dizayn edilmiş Ukraynaya qarşı demək olar ki, hər gecə hücumlarında istifadə olunan şahid kamikadze dronları istehsal etmək üçün qurulmuş bir zavod idi. İsrail və İran yaxın gələcəkdə sona çatmayacaq sərt qarşıdurma mərhələsinə qədəm qoyublar. Bu ölkələr əhəmiyyətli məsafədə yerləşsələr də, bu onların raket və dron zərbələri mübadiləsinə mane olmur. Dövlət Dumasının deputatı istefada olan general-leytenant Andrey Gorlevin analoji olaraq bildirdiyinə görə Sumu vilayətində bufer zonasına praktiki olaraq ehtiyac yoxdur. Əskər Telegram kanalında yazıb. Bizim və nasist rejimi arasında 200-300 kilometr ərazini yandırmağın bir mənası varmı? İsrail və İranı demək olar ki, 1,5 kilometr ayırır. Lakin bu onların bir-birinə dəqiq sürətli, ağırlı zərbələr endirməsinə mane olmur. Pualar, raketlər, aviasiya hər şey tam gücü ilə işləyir. Borulev güman edib ki, Rusiya tərəfi Lvov vilayətindən başqa bütün Ukraynanı bufer zonasına çevirsə belə bu qarşıdurmanın davam etməsinə mane olmayacaq.
Birovdan Moskvaya qədər olan məsafə 1100 kilometrdən bir qədər çoxdur. Eyni zamanda İsrail və İranı təxminən 1500 kilometr ayırır. Hatırladaq ki, 2025-ci ilin martında Ukrayna qüvvələri Rusiyanın Kursk vilayətindəki Sucadan son geri çəkilməsini həyata keçirərkən, dövlət sərhədinin digər tərəfində Ukraynanın Sumu vilayətində açıq mənbəli xəritələrdə yeni boz ləkələr görünməyə başladı. 2022-ci ildən bəri Moskvanın qüvvələri şimali Ukraynadan təlaşla geri çəkiləndən bəri ilk dəfədir ki, Rusiya qoşunları yenidən diqqətlərini Sumu vilayətinə yönəldiblər. Lakin aylarda Kiyev-Kursk vilayətinin kiçik bir hissəsini əlində saxlamağa davam etsə də və Rusiyanın şərqi Ukraynada yas hücumu genişlənəndə Sumu vilayətindəki sərhəd ətrafında döyüşlər tez-tez diqqətdən kənarda qalırdı. İyun ayı ərzində Rusiyanın Sumu vilayətindəki qazancları əhəmiyyətli dərəcədə sürətlənib. Bir neçə kəndi ələ keçirib və Deep State açıq mənbəli xəritələmə layihəsinin bildirdiyi ərazi dəyişikliklərinə görə regional paytaxt Sumudan 20 kilometr məsafəyə qədər yaxınlaşıb. Keçən yay Kursk hücumunu başladıqdan qısa müddət sonra Kiyev hücumun məqsədinin Suma vilayətini qorumaq üçün bufer zonası yaratmaq olduğunu iddia etdi. Baxmayaraq ki, reallıqda Ukrayna hərbi fəaliyyətinin artması, Ukrayna qoşunlarının və texnikasının yerləşdiyi sərhəd yaşayış məntəqələrinə Rusiyanın zərbələrinin artmasına səbəb oldu. May ayında Kursk vilayətinə səfərdən qayıtdıqdan sonra Rusiya prezidenti Vladimir Putin Ukraynanı şimal dövlət sərhədi boyunca öz təhlükəsizlik bufer zonasını yaratdığını elan etdi.